Milk sertifikasiya tipli suallara devam edək. You've got a new job. Senin yeni bir işin var. You need this job very much because you've been looking for it for a few months. Sen bu işe ihtiyacın var çünkü sen bunu aylardır gözlüyordun. Axtarırdın, look for. On your first day, senin ilk günündə, you're late for work. Sen işe gecikirsən. Rather apprehensive about this, you say to your boss. Öz müdürünə belə deyirsən. I'm sorry for coming late. I really fear that I may create a bad impression by this. A variantı daha düzgün cavabdır. Yeni də tərcümə edək. Mən gecikdiyim üçün üzr istəyirəm. Həqiqətən də qorxuram ki, sizdə pis təəssürat yarada bilərəm. Bir bəndə baxaq. I am absolutely overjoyed to have come so late. Mən belə gecikdiyim üçün həddindən çox sevinirəm. Olmaz axı, gecikib niyə sevinsin? I really uneasy about what will happen to me now. Mən həqiqətən bilmirəm ki, mənə nə baş verəcək, mənimlə nə olacaq. Xeyr, if you'll get angry with me because of my arriving late, I'd rather quit the job. Əgər mən gecikməyim üçün əsəbisinizsə, bu zaman mən işimi quit, yəni dayandıra bilərəm. I'm disappointed with my first day at work, so could you please soothe me? Mən çox məyusam ki, mən ilk gün işdə, ilk iş günümlə çox məyus oluram. Ən dolğun cavab iybəndidir. Situasiya tipli suallardan biri idi. Diqqətli olun, mütləq şəkildə milk və sertifikasiya belə tipli suallar düşür. Bəyəndisə like edib abunə olmağı unutmayın. Hələlik.